Denemeden bu məlumatı hər yerdə paylaşdırın dostlar, qardaşlar. İlham Əliyev xalqdan gizlədibdir. Amma bir neçə gün bundan qabaq gizlin Ərəbistana gedibdir. O Ərəbistanda bank açıbdır. Avropadakı banklardan, Azərbaycandakı banklardan pulları yavaş-yavaş çıxardıb daşıyır Ərəbistana. Həmçinin Xəzər dənizinin geri çəkilməsinə görə Sibrizə sərmayə qoyan ərəb biznesmenlər Sibrizə qoyduğu pulları geri istəyirlər. Çünki İlham Əliyev və Emin Ağalarovun ərəblərə təqdim etdiyi Sibriz layihəsi ərəblərin istədiyi kimi tikilmir. Xüsusilə də Xəzərin geri çəkilməsi. Bu onu göstərdi ki, layihə təhlükəlidir. Bura Azərbaycana pul yatırmaq risklidir. Daha sonra da İlham Əliyevin otellərə qoyduğu kamera, bir neçə ərəb şeyxlərini şantaj eləməsi, şeyxin qohum-əqrabalarını, bu da ərəb ölkələrində, pullu ərəb ölkələrində geniş yayılır. Ona görə İlham Əliyevdən üz döndəriblər. Xəzər dənizi bəhanədir, İlham Əliyevin kamera şantajları şəhanədir. Ona görə həm ərəblər pullarını geri istəyir, həm də artıq digər biznesmenlər Azərbaycana yatırım etmək istəmirlər. Əliyev də gedib Ərəbistan rəhbəri ilə, Ərəbistanın rəhbəri də prezident deyir, o da prezident deyir, kralı ilə danışığa giribdir ki, sizin biznesmenlər milyardlarla pulları geri istəyir. Bu pulların geri, bilirəm Xəzər dənizi çəkildi, nə bilim narazılıqlar var. Bu pulların geri qaytarılmasına görə onlarla danışın, mənə vaxt versinlər. Biabırçılıqdır. İndi də İlham Əliyev bu tipoylar düşüblər, gəmiləri töküblər, xüsusi qazma gəmiləri var. Töküblər gəmiləri, Sibrizin dənizə tərəf ətrafını qazıb dərinləşdirirlər. Milyonlarla pul xərcləyirlər ki, su qabağa gəlsin. Daha başa düşmürlər ki, o su gələndə müvəqqətidir. Xəzər dənizi geri çəkildikcə həmin qazılmış ərazidəki su ilə dənizin əlaqəsi kəsiləcək. Sibriz ətrafında suyun axarı olmadığından həmin su da quruyacaq. Ay, sizin bildiyiniz dərdə düşəsiniz. Xalqın puludur da. Düzəlməyən işlərə belə səpin. Düzəlməyən işlərə səpin. Allah bəlanızı versin. İlham Əliyevə nə var? Bakının bütün xalqın suyunu turbalarla ötürəcək orada. Sibrizin ətrafında belə kanal kimi çəkəcəklər. O bəzi restoranlar, stalovalar var, ölkələrin qırağında. Elə bir oyun çıxardacaqlar. Puh, İlham Əliyev. Güney Afrika dəvəsi kimi tüpürmürəm özünə. Oğuz soylu, Oğuz boylu, Tovuz soylu. Xalqın lideri, gələcək prezidenti, Qabil Türkoğlu kimi tüpürürəm sənin üzünə. Bax, mən kamerada, metodikada səni yiyib bitirmişəm. Qabağıma çıxan bir dənə şərəfsiz yoxdur. Bir dənə Rauf Harifoğlu çıxdı, o da məndən bismillahdan danışdı. O birisiləri hədəf aldı. Nə belə məmurların balaları kişi kimi qabağıma, idmançı kimi çıxa bilmirlər. Belə ringə çıxa bilmirlər qabağıma, nə də mediada çıxanmırlar. Bir Kamil Zeynallı var. Əzələlərini də dərmanla şişirdən. O belə dedi ki, gələcəm Almanya, üzünə kislata atacam. Lezva, dilimin altında lezva saxlayıb səni lezva atacam. Bu boyda idmanı niyə eləyibsiniz? Tüpürüm sənin üzünə İlham Əliyev. Sən kişi döysən, sən gədəsən. Gədə kişinin alçağına deyil. Əzizlərim, siz Ruben Vardanyanın türmədə qaldığı yer deyə elə bir videonu gördünüz, eləmi? Onu mən yayımlattırdım, mən. Bax, bu qara şaman Qabil yayımlattırdı. Çünki o qədər dedim ki, Ruben Vardanyan həbsdə deyil. Onun həbsdə olduğu harda, necə yatır o görüntüləri paylaşdılar. Ruben Vardanyan hətta həbsdə olsa belə, Ruben Vardanyanın yaşayışını Azərbaycanda heç kim yaşamır. 99% Azərbaycan xalqından Ruben Vardanyan yaxşı yaşayır. Şəhid ailələrinin. Polad Həşimov kimi bir adamın evi yox idi. Altda Ruben Vardanyanın yaşayışıdır, yuxarıda da şəhid ailələrinin. Baxın, Azərbaycan xalqı. Baxın, deyilən vətənlərim. Aşağıda, baxın, aşağıda Ruben Vardanyanın yaşadığı yerdir, yuxarıda isə şəhid ailəmizin. Baxın, ay millət, baxın, dərmanlara baxın, viskilərə baxın, idman spor salonlarına baxın. Baxın, viskilərə, baxın, televizorlara. Baxın, ay millət, kravata baxın, dolaba baxın, kondisionerə baxın, bax. Baxın, ay millət, seyfinə baxın, stoluna, yeməyinə, televiziyasına, kompüterinə baxın. Baxın, ay millət, anamız ağlar qalıb, spor zalı var. İminli, bunun, Ruben Vardanyanın trinajör salonu var. Bir, Ruben Vardanyan türmədə yatmır. Leylanın sarayında yatır. Leyla düzüb qoşub da arzu ilə toyu olacaq onun. Bunu mənə görə yayımladılar. Bax, Qabil belə deyir, amma bax, türmədədir, bax. Hətta o video ilə belə özlərini bəlaya saldılar. Bu xalq zəncir gəmirir ki, bu nədə? Ruben Vardanyan türmədə 99% Azərbaycan xalqından yaxşı yaşayır.